Qərbi Azərbaycan yurt yerimiz adlı sərgidə sərgilənən qədimi əşyalar. Ya değil de buradan var. Salam dəyərli izləyicilərimiz. Bu da Xaçmaz şəhərində keçirilən bugün 5-6-cı ayda keçirilən, iyun ayının 5-də keçirilən Qərbi Azərbaycan yurt yerimiz tədbirlərindən biridir. Qərbi Azərbaycan yurt yerimiz tədbiri keçirilir. Bir esirden çok ömür sürdüm. Doğma torpaqlarımızı karış karış gezip dolaştım. Doğma vətənimizin sazlı, sözlü, nəğməli bir səfiri oldu. Torpaq, vətən adına yazdığım, coşduğum dastanlı koşmalarla soydaşlarında qəhrəmanlıq, həyanət, cəsarət hissləri uyandı. Mən yenə sizinləyəm, Göyçədəyəm, Zəngəzurdayam, bütöv Azərbaycandayam və yenə də duyan könüllərə, eşidən kulaklara səslənirəm. Bahar fəsli, yaz ayları gələndə süsərli sivrildi, Alaqda, yoxsulu, ərbabı, şahı, gədanı tutmaz da. Dərəsi də, çəməni də, çayı da musiqiden yorulmuşdu. Elə bil 30 ildə ruhum burada musiqiden, şikəstədən əsər belə eşitmədim. Amma cəngi səsini, korkmaz evlatlarımızın haykırtısına yeniden uyandırır. Şuşanı, Qarabağ'ı, onun şadra şikəstəsini gülen, şənlənən gördüm. Zəfərin daimi olsun əziz xalqım. Siz şad oldukça
bizim de ruhumuz şadlanır. Siz bir oldukça biz de bir göğün altında sizlerden gurur duyuyoruz.